Salam müəllimlər, xoş gördük hər birinizi. Tətbiqdə sizin üçün sınaqlar paylaşmışdım. İndi həmin sınağınızı verəcəm sizlər üçün. Testləri bu formada elə yerləşdirdim bura. PDF-i tapa bilmədim nəsə. Ona görə burada izah edəcəm. Saytlərdən hər hansı bir uzun tələffüz olunmazsa, orfoepik cəhətdən yanlış hesab oluna bilən söz. Müəllim, uzun tələffüz olunan sözü o formada yazmasaq, yəni sayt uzamasını göstərməsək, deməli orfoepik səhv eləmişik də. Məsələn, tutaq ki, saat yazmaqda, məsələn, yazaq alim. Burada A uzanır. Sən bunun A uzanmasını göstərməsən, belə yazsan, deməli orfoepik cəhətdən səhv eləmisən. Uzanmanı üçün göstərməlisən. İndi müəllim, indi bunun məntiqi budur. Biz uzanan söz tapmalıyıq da ki, uzanmanı göstərməsək səhv eləmiş sayılaq. Sərinlikdə yoxdur. Şagird var. Psixoloji yoxdur. Olimpiyada yoxdur. Siyahı var. 2-5 variantı. Sərinlik demirik. Prosta sərinlik dedik. Sərinlik. Onun üçün cavabımız 2-5 variant olmuş olacaq. Davam eləyək müəllim. Deməli, nümunədə işlənmiş isimlərlə bağlı səhv. Bir rəngi yox göylərin min rəngini sevirəm. Bir gülü yox güllərin çələngini sevirəm. Rəng, göy, rəng, gül, çələng. Mən çıxmağa təpə yox, təpə, dağ istəyirəm. Həyat kimi yaşamaq istəyirəm. Həyat kimi yaşamaq istəyirəm. Birinci misrada iki sadə isimin amonimi var. Birinci misrada rəng, göy. Doğru fikirdir. Bizdən səhv soruşur. İkinci misrada işləmiş təsir halı isimlərdən biri mənsubiyyətə görə dəyişib. Yox, güllərin çələngini sevirəm. Güllərin çələngi mənsubiyyət. N bitişdirici, o da təsirli, bu da düzdür. Qarşısına simvol qoymuş amonim isim, ismin qeyri-müəyyən təsiri halındadır. Uca dağı istəyirəm, doğru fikirdir. Dördüncü misrada işləmiş ilk iki söz ismin fərqli halındadır. Həyat kimi yaşamaq. Həyat kimi. Bu təsirli haldadır, bu adlıq haldadır. Burada doğrudur. Mötəriz daxilində verilmiş söz ismin adlıq halındadır. Mən çıxmağa təpəni yox, dağ istəyirəm, bu təsirli haldadır. Ona görə adlıq halları fikri səhvdir. Daha sonra, hansı fikir doğru deyil? Körpəcə kiçikcə çoxaltma dərəcəsində doğrudur. Dümağ, dümdüz, sifət dərəcələri sintaktik yolda yaranmışdır. Xeyr, mənim. Dümağ sintakti, dümdüz morfolojidir. Səhvim B-dir. Bunlar doğrudur, bu da doğrudur, hamısı doğrudur. Biri məntiqi arızlıq pozur. Adi çoxaltma mənim. İndi zərfdir. İndicədə yenə zərfdir. Bunu sual cavabda demişdim sizə. Hamısı adi çoxaltmadır. Daha sonra. Hansı sözlər işləmə məqamına görə ümumi qrammatik məna cəhətdən ümumi qrammatik məna deyəndə nitq hissəsini nəzərdə tutur. Nitq hissəsi. Fərqli mənalar. Dərdini seçə bilərik. Niyə müəllim? Bu bir dərd. Bir dəqiqə. Dərddir söz ola bilər. Bir də dərdli. Həm dərdli sözü, həm dərddir sözü bu formada tələffüz olunur. Burada r düşür. Dərdli də dərdli kimi tələffüz olunur. Ona görə dərdlinin tələffüzün həm dərddir sözü, həm dərdli sözünün yazılışı kimi düşünə bilərsən. İndi bu dərddir olsa isim olur, dərdli olsa sifət olur. Bir doğrudur. Mətin bir cürdür, elə bunu çıx. Dava uzanmaya görə mənasılaşır, hər ikisi isimli çıx. Sığınacaq, nə edəcək sığınacaq feil, bir də nə sığınacaq isim kimi düşünə bilərsən. Cavabım 1, 4, sirrini də götürə bilərsən. Onun sirri ilə belə tələffüz olunur. Bir də sirli söz var. Sirli sifəti də sirri kimi tələffüz olunacaq. Ona görə 5-də götürsən cavab olur 1, 4, 5. B variantı. Hansı isimlərin həm konkret həm də mücərrət ola bilir? Şan olar. Arının şanı konkretdir. İnsanın şan şöhrəti mücərrətdir. Saat ola bilər. Qolumuzdakı saat konkretdir, amma 1 saat, 2 saat, buradakı saat sözü mücərrətdir. Ağıl ola bilər. Heyvanları qatmaq üçün olan yer konkretdir. İnsanın ağlı mücərrətdir. Hava olar. Oyun havası mücərrətdir. Günəşli hava konkretdir. 1, 3, 6. Daha doğrusu 1, 3, 4, 6 var. Elə cavabımız A variantı. Sonra deyir ki, çoxaltma dərəcəsi olan sifətin işləndiyi nümunə. Çoxaltma. Dünənki hadisə məni daha çox yandırmışdı. Bu yandırmaq feildir. Bu çox da sayı olur. Bunu çıxın. Çox gözəl çıxış
Çox gözəl çıxış gəlir ki, bu cümlənin davamı düşməyib. Bumbuz sudan, bumbuz adi dərəcələrdə xırdaca problem. Bizə deyir çoxaltma. Çoxaltmanı götürürük. Bir balaca üz verdin. Əsl siması balaca adı. Yəqin ki, çox gözəl çıxış etdin olmalıdır burada. Etdin. Burada da çıxış etmək feildir deyə gözəl zərf sayılır. Yəni bu sifətin dərəcəsi olmayacaq. Sonra hansı sözlərin müxtəlif nitq hissəsinə aid amonimdir? Baş ayaq ola bilər. Bir baş ayaq dayanmaq, tərsinə dayanmaq. Bir də yeməyin adı var baş ayaq. Kürü olar, çürümək. Bir də balığın kürüsü. 1-3. Başqa nə var mənim? Burada rəqəm etməyib ki. Hə, tala da olar, talanı görmədik. Talamaq isim feil kimi. 1-3-4 A variantı. Hansı nümunədə tünd qərarətlə fərqləndirən hissənin frazioloji birləşmə olduğunu dəqiq müəyyən etmək olmaz. Bura mənim cavabı olacaq. Maşın bir qədər getdikdən sonra sıradan çıxdı. Mən maşın sıradan çıxdı, yəni xarab oldu ola bilər. Xarab olmaq. Bir də maşın həqiqətən dayandığı sıradan da çıxa bilər də. Bu həqiqi mənada da, yəni maşın bir sırada dayanıb, biraz gedib o sıradan çıxacaq. Ələyim isminin təhlilinə. Mənim ələyim isim olanda əl, ələ, ələk, imdə ələyim mənsubiyyət olacaq. Amonim kimi işlənəbilir. Ələk sözünün amonimi yoxdur. Başlanğıc formalıdır. Xeyr. Qrammatik faydaya başlanğıcdan çıxıb. Başlanğıc formatı 2 dəfə dəyişib. Başlanğıc formatı 2 dəfə dəyişib, yəni 2 leksik qəbul edib. Bir dəfə başlanğıc forması əldir. A-ni qəbul edib bir dəfə dəyişib. K-ni qəbul edib bir dəfə dəyişib. Doğrudur. İsimdən yaranmışdır. Baxaq görək bir axırıncını post eləmək feildən yaranıb. Kökü başlanğıc forması eyni qısasıdır. Kökü əl isimli, başlanğıc forması ələ ismidir. Cavab elə burada olacaq 3-5, yəni B variantı. Davam edək. Hansı cümlələr yəli halı sözlə başlayır? İsim demir, söz deyir. Bizim bu barədə əlavə təklifimiz var. Bizim təklifimiz bu yəli haldır. Birin nisbəti bu da yəli haldır. Fikrin hələ də onların yanında. Sənin fikrin bu mənsubiyyətdir. Mənliyin şərəfinə öz mənliyin şərəfin mənsubiyyətdir. Almasın, heyvasın, onun almasın, onun heyvasın bu da mənsubiyyətdir. Cavabın elə 1-2-dir. Hansı nümunədə kökü sayılı amonim söz işlənmişdir? Bu sualda bəzi müəllimlər tərəfindən, bəzi müəllimlər arasında belə deyək də fikir ayrılığı yaratdı. Kökü sayılı amonim olması üçün say olmamalıdır. Onun qayğıları azalmağa doğru gedirdi. Mənim azalmağın kökü elə az saydı. Bunu çıx. Dumanda azan. Hə, azan yolcuları tapa bildik. Burada azmaq feildir müəllim. Düzdür. Azmaq bura feildir. Bunu az sayının amonim götürə bilərsən. Hamımız birləşməliyik. Burada bir onsuz da saydı. Bax, mənlər bunu deyirlər. Burada bir saydı müəllim. Onda günah yoxdur. Burada heç bir şey yoxdur. Bunun kökü odur. Maşına minəndə, maşına minəndə kökü mindi, feildir. Bu minmək feildir. Bu min sayının amonim olur. Elə 2-5-i götürürsən, olur cavabını. Sonra 3-ə baxaq şuraya bir. Hə, heç nə 3-də yox idi. Deməli, gümüşü dəqiqdir ehtimalı. Mənim biri var ki, gümüş ismindən gümüşü sifət yaransın. Bir də var, deyirəm, gümüşü mənə ver, mənsubiyyət və ya hal kimi düşünə bilərsən, düzdür? Dəqiqdir quruluşda sadədir. Yox, mənəm, quruluşda düzəltmə ola bilər. Sinonimi yoxdur. Bu 100% dəqiqdir, heç birinin sinonimi yoxdur. Rəng bildirən sifət olanda, gümüş ismində olanda sinonimi yoxdur. Ehtimaldır, başlanğıc formalıdır. Bəli, başlanğıc formada olduğu ehtimaldır da mənim. Leksik olsa başlanğıc olur, qrammatik olsa başlanğıcdan çıxır. Əşyanın adını bildirir. Bu da ehtimaldır. İsim olsa adı bildirir, sifət olsa bildirmir. Sözün kökü isimdir. Bu 100% konkretdir. Gümüşü sifət də olsa kök isimdir. Sifət olmasa yenə kök isimdir. Ona görə bunun cavabı 2, 3, 4, yəni C variantıdır. Sonra fərqləndirilmiş sözlər arasında uyğunluğu müəyyənləşdirin. Bu isimdə o yalnız mənsubiyyətə görə sayı itirən və yaxud da hər iki halda sayı itirən sözlərə aiddir. Birisi ki, beyin söz yalnız mənsubiyyətə sayı itirir, könül söz yalnız mənsubiyyətə sayı itirir, ağız söz yalnız mənsubiyyətə sayı itirir. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz beyni sözü sayı itirib deyə mənsubiyyətdir. Könüllü sözü itirməyib deməli haldır. Sonra fikri sözünü dəqiq bilə bilmirik. Belə deyək də cümlə daxilində bilə bilir, amma Samilənin fikri bu 100% mənsubiyyətdir. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz. C-ni yaz bura. Kamil şəkli divarlaması. Nəyi şəkli bu haldır? Bunu yaz bura. Ağızın sirri. Ağız bura düşmüb, yenə bu da haldır. Bunu da yaz bura. Bir ağacı, 2 bığdı, E. Bir ağacı, 2 bığdı, E. Bunun cavabı olur variant. Davam eləyək. Biri frazioloji birləşmənin həm özü, həm onun sinonimi, həm də antonimi. Can almaq, öldürmək. Öldürmək fraza deyil, bunu çıxacaqsan.
Boğaza yayılmaq, təngə gəlmək. Bu düzdür, amma cana doymaq bu da bunların sinonimidir. Antonim yoxdur bura çıx. Elə bir ki, üçü də sinonimdir. Amma axırıncı bu ikisinin antonim olmalıdır. Təngə gəlmək, cana doymaq, can vermək. Təngə gəlmək, həm cana doymaq sinonimdir, can vermək bunların antonimi deyil. Baş sındırmaq, ölçüb biçmək sinonimdir. Düşünüb daşımaq bu da bunların sinonimidir. Cana doymaq, boğaza yayılmaq sinonimdir. Ləzzət almaq da onların antonimidir. Cavabı nə variantıdır? Sonra sənin bu rəqs havasından xoşun gəlir cümləsindəki isimlərin hansı halda olduğunu müəyyənləşdirməliyim. Sən bax nə deyir sənə? Rəngi dəyişək. Sənə deyir ki, isimlərin düzdür. İndi gəl variantdan isim olmayanlar çıx. Sən əvəzlikdir. Bu sifətdir. Rəqs isimdir, hava isimdir. Xoşu gəlmək mürəkkəb feildir. Rəqs havası, rəqsin havası bu yiyəlik haldır. Havasından bu da çıxışlıq haldır. Yiyəliklə çıxışlıq haldır var müəllim. Bir yiyəlik, bir çıxışlıq hal. Cavabın olsun D variantı. Bir yiyəlik, bir çıxışlıq hal. Sonra isimin hansı halı qoşmalarla işlənə bilmir? Söhbət təsiri haldan gedir. Əzbər sualdır. Düzgün yazılmış söz tərtəmiz bitişik yazılmalıdır. Dümağ bitişik yazılmalıdır. Alaçıq düzdür. Açıq sarı düzdür. Qoskoca bitişik yazılmalıdır. Sarı təhərdə düzdür. 1, 3, 6 var ilə cavabımız var. B variantı. Sonra cəm şəkilsi qəbul edə bilməyən isimlər müəllim. L içində yaranan sənət və şəkil bildirən isimlər cəmlənmir. Bir də belə xüsusi isimlər cəmlənmir. Nizamilər, Füzulilər, o istisnadır, o heç. Gəl bunu saxlayaq, görək bir. Sürülər cəmlənir, cəmaət cəmlənmir. Əhali, cəmaət, əhali, ictimaiyyət cəmlənməyəcək. Lalə cəmlənə bilər. Daha sonra ictimaiyyətlə dünya. Dünyalar cəmlənə bilər. Çəmənlər cəmlənə bilər. Deməli müəllim, qəbul edə bilməyən deyir, düzdür. Sürülər 100% cəmlənərdə bunu çıx. Lalələr də 100% cəmlənərdə bunu çıx. Dünyalar cəmlənərdə bunu çıx. Bura çəmənlər cəmlənərdə bunu çıx. Cavab A'da. Bu Nizami, Füzuli istisna halda cəmlənə bilər. İstisna da qaydanı pozmur deyə bunu götürə bilərsən cəmlənməyənlər kimi. Rəqəmlə yazılmış hansı say hərflə yazsaq şəkilsinin sayı artacaq. Bunu bayaq dərsdə sual vermişdim. Tamaşaçıların diqqəti 3-cü zaldadır. Bu 3-cünü hərflə yazsan. 3-cü. Hara fırasan üncüdür də. Burada üncünün qısaldılmışdır. Burada tamıdır. Şəkilçi artırmır ki, bir şəkilçi tam yazılır. Bunu çıx. Ayın 7-sində həmən bax bu ola bilər. Niyə? Bunu hərflə yaz. Bir dənə şəkilçi var, düzdür? Amma belə olur. 7-sində. Bax bu si mənsubiyyətdir. Dadə hal görsən kişi yazıldı. Cavabın C-dir. 6-nı 2-yə böləndə burada heç bir şey yoxdur. Qonşulardan biri burada heç bir şey yoxdur. Birincilər burada heç bir şey yoxdur. Cavabın olur C variantı. Bu məntiqini tut da müəllim. Eyni sözə halla mənsubiyyət artıranda rəqəmlə yazsa təkcə hal yazılır. Şəkilçi mənsubiyyət yazılmır. Mənsubiyyət şəkilçi hərf nə yazsın, hər ikisi yazılır. Bu qədər müəllimlər, uğurlar. Ümid edirəm ki, çox çətin sınaq deyildi.